Özünə hörmət elə. Hər şey bundan başlanır. Özünə hörmət elə. Sən çox hörmətlisən, dəyərlisən, çox əzəmətlisən. İçində bilirsən nələr var sənin. Sən göyləri fəth eləyə biləcəksən. Səni elə şeylərlə təchiz eləmişəm ki, varlıq aləminin hamısı sənə aşağıdan yuxarı baxır. Sən çox hündürdəsən, ucasan, çox gözəlsən. Hiss elə, hiss. Hiss elə ki, içində qiymətli gövhər var. Kim bunu anlayırsan Allah? Çox az adam anlayır. Anlayanlar da gedir çatır məqsədə, zirvəyə. Anlayanlar kimlərdir? Anlayanlar öz qiymətini bilənlər. Bilənlər ki, nə qədər gözəlliklər var onların ruhunda. Adam özünə dəyər versə bir sürü olur, başqalarına da başlayır dəyər vermək. Yanından adam keçəndə, deyir bu insandır, bu ilə ehtiyatlı olmaq lazım. Qiymətlidir bu. Hər bir insana belə bax. Deyir insandır, bu insan. Deyir mən buna ağız büzüm təhqir eləyim, bu insandır. Bu insandır, insan. Ərşdən böyük bir varlıq gəlir. Başlayır özünə və başqalarına hörmət eləməyə. İnsan adında nə varsa ona hörmət eləməyə. Allah deyir, mən yerə göyə sığmıram, qəlbə sığıram. Gör, nə tərif deyəsən, necə izah eləyəsən insanın qiymətini. İnsan ki, öz qiymətini bildi, başqalarını da qiymətləndirməyə başlayır. Başlayır insanlarla ehtiyatla davranmağa. Ki, necə mən buna toxunum, bu Allahın ərşinin daşıyıcısıdır. Ərşdən böyüdür bu. Yerə göyə sığmır, Allah deyir, mən qəlbinə sığıram bunu. Bunun barəsində Allah deyib ki, öz ruhumdan üfürdüm. Ona görə insanla qarşılaşanda öz baxır ki, kim gəlir? Adam gəlir yolda, adam.